Suallar və vaxt bölgüsü ilə bağlı məlumat verdikdən sonra keçək digər əsas məqama. Bu da imtahana hazırlaşmaq üçün hansı aydan başlamalı sualdır. Bir çoxumuz üçün isə cavab fərqli ola bilər. Məsələn, siz nəzərə alsaq ki, abituriyent vaxtı müəyyən baza yığmışsınız, artıq bu bazanı daha da inkişaf etdirməlisiniz ki, müəllim adına həqiqətən layiq olasınız. Deməli, çox çalışmaqla yanaşı, sistemli və məqsədli çalışmaq lazımdır. Öncəliklə hər kəs özünü və tutumunu yaxşı bilir. Məsələn, mən desəm ki, 3 aya hazırlaşıb nəticə əldə etmək olar və ya sentyabrdan başlayıb maksimum nəticə əldə etmək olar, bunu hər kəsə şamil etmək olmaz. Çünki hər kəsin anlama, təhlil səviyyəsi və yaddaşı eyni deyil. Amma məqsədə uyğun olar ki, imtahana salınacaq sual siyahısından asılı olmayaraq dərslikdə olan mövzuların hamısına baxaq. Bu baxımdan nə qədər tez başlasaq, bir o qədər bizim xeyrimiz olar. Çünki ötən il imtahanda ədəbiyyatdan belə bir sual salınmışdı ki,